Salam əziz 4-cü sinif şagirdləri, dəyərli valideynlər və dəyərli kanal izləyiciləri. Bu video izahımızda İza nəşriyyatının monitorinqə hazırlıq toplusundan olan Yekun Monitorinq 2-nin izahına baxacaq, Azərbaycan dili fənnindən olan izahlara baxacaq. İzahlarımız sizin üçün faydalıdırsa videolarımızı bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın. Həmçində videolarımızı paylaşmaqla kanala dəstək olmuş olarsınız. Bir elanı da nəzərinizə çatdırım. 2025 və 2026-cı tədris ili üçün onlayn dərslərimizə qeydiyyat başlayıb. Siz də qeydiyyatdan keçməklə onlayn dərslərimizə qoşulmuş və onlayn dərslərdən faydalanmış hesab olunursunuz. Onlayn dərslərimizə qoşulmaq üçün WhatsApp nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 303 77 38. Həmçində səhifənin altında qeyd olunan hər iki WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm Azərbaycan dili, həm də riyaziyyat fənnindən onlayn dərslərimizdə iştirak edə bilərsiniz. Keçək mətnimizin izahına. İlk mətnimiz gigiyena sağlamlığın şərti mətnidir. Bu mətn təbii ki, bizə bir məlumat verir gigiyena haqqında. Məlumat verdiyi üçün belə mətnlərə necə mətnlər deyirdik biz? Qeyri-bəddi mətnlər deyilir. Yəni, məlumat xarakterli olan mətnlərə. Bu mətnimizdə məlumat xarakterli mətndir. Mətnin məzmunu ilə tanış olun. Mən artıq mətni oxumuşam, məzmunla tanışam. Siz də oxuyub tanış olduqdan sonra sualların izahına baxa bilərsiniz. İlk sualımız belədir. Gigiyena nədir? Uşaqlar, gigiyena nədir? Sualının cavabı məhz bizim mətnimizin ilk cümləsidir. İlk cümləsində deyir ki, gigiyena insan sağlamlığını qoruma haqqında elmdir. Görürsünüz uşaqlar. Burada bu fikir verilir və buradan da biz başa düşürük ki, gigiyena nədir? İnsan sağlamlığı haqqında olan elmə nə deyilir? Gigiyena deyilir və demək olacaq bizim sualımızın cavabı elə insan sağlamlığı. Bunlar ola bilməz təbii ki, heç bir ayda. Düzdür, insanın yemək vərdişləri, idman fəaliyyətləri, öyrənmə prosesləri, bunlar hamısı gigiyenada öz əksini tapır. Amma gigiyena nədir sualının cavabı B-dir. Müəllifin yoluxucu xəstəliklərdən qorunmaq üçün qeyd etdiyi qaydalardan biri hansıdır? Yoluxucu xəstəliklərdən qorunmaq üçün qeyd olunan qaydalar bax bunlardır. Uşaqlar, burada verilir. Başqalarının geyimlərindən dəsmaldan istifadə edilməməlidir. Xəstələrlə təmasda olarkən qoruyucu vasitələrdən istifadə edilməlidir. Xəstə yatan otağın havası tez-tez dəyişdirilməlidir. Tozu nə məski ilə silmək məsləhətdir. Uşaqlar, bu görə bunlardan hansı burada öz əksini tapıb? Baxıram. Xəstələrə mütləq təmas tutulmaq, bu təbii ki olmaq. Başqalarının geyimlərini istifadə etmək, bu da olmaq. Xəstə yatan otağı tez-tez dəyişdirmək, bəli, C bəndi ola bilər. Tozu quru əskilərlə silmək. Tozu quru əskilərlə silinəndə heç bir təmizlik işi getmir. Cavab olacaq C bəndi, yəni uyğun gələn bizdə C variantıdır. Aşağıdakı gigiyena qaydaları ilə bağlı hansı məlumat doğru deyil? Şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir. Təbii ki, doğru deyildir. Əlbəttə, şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir. Bunu götürə bilmərik. Kompüter qarşısında uzun müddət oturmaq orqanizmə zərər vermir. Təbii ki, kompüter qarşısında, ümumiyyətlə ekran qarşısında, monitor qarşısında və yaxud da ki, telefonla uzun müddət baxmaq insanın sağlamlığına zərər verir. Ona görə də bu mətndə bu fikir B variantında olan fikir doğru deyil. Düzgün qidalanmaq sağlamlıq üçün əhəmiyyətlidir. Əlbəttə bu doğrudur. Yoluxucu xəstəliklərdən qorunmaq üçün müəyyən qaydalara riayət edilməlidir. Bu da mətnin sonunda verilib. Burada da olacaq cavab bu bəndi. Mətnin məzmununu ümumiləşdirərək ona hansı adı vermək olar? Uşaqlar, bu bizim mətnimizdə nədən danışılır? Gigiyenanın və insanın gigiyena qaydalarına əməl etməklə sağlam şəkildə yaşamasından danışılır. Yəni, bu mətnin tam adı bizim mətnimizin B variantındadır ki, gigiyena və sağlamlıq hissəsində əks olunub. Yəni ki, bizim mətnimizdə biz gigiyena və sağlamlıq deyə bilərik. İnsanların idman sevgisi yox, kompüterin zərərləri xeyr, qidalanma xeyr. Bunların heç biri tam şəkildə bizim mətni ümumiləşdirmir. Yəni, çünki bizim mətnimizdə insanların idmana olan sevgisi bu sağlamlıqdır. Kompüterin zərərləri bu da sağlamlıq. Qidalanma qaydaları bu gigiyenadır. Yəni, bunları ümumiləşdirən bir fikir var burada. O da gigiyena və sağlamlıq fikridir ki, biz bizim mətnimiz üçün onu başlıq kimi götürə bilərik. Yəni, mətnə bu şəkildə biz ad verə bilərik. Hansı biri qida rasionunda yer almamalıdır? Almamalıdır, deyir. Uşaqlar, qida rasionunda nələr yer almalıdır? Bax, nələr yer almalıdır fikri burada vardır. Yəni, mən göstərim bunu sizə. Bəzi sualların təbii ki göstərir. Qida rasionunda nələr yer almalıdır? Bir dəqiqə. Həmin hissəni sizə göstərim ki, aha, çox getdim deyəsən. Qida rasionunda nələr yer almalıdır? Burada deyir, qida rasionunda nələr yer almalıdır? Meyvə, tərəvəz, ət, balıq, süd. Görürsünüzmü uşaqlar? Burada
qida rasionunda nələrə yer vermək lazımdır? Onun haqqında bizə məlumat verilib. Demək ki, biz qida rasionunda nələri yoxdur? Baxırıq. Meyvə, tərəvəz var, ət, balıq var, süd var, amma şirniyyat deyilən bir şey yox idi qida rasionunda. Yəni cavab olacaq burada D variantı. Mətndə hansı suala cavab tapmaq olar? A. Kompüterin işləmə prosesi necədir? Yəni burada bizim mətnimizdə misal kompüterdən danışılmır. Sağlamlıq və gigiyenadan danışılan bir mətndir. Ona görə də buna cavab tapmaq mümkün deyil. Xəstəliklərin hansı müalicə üsulları var? Burada xəstəliklərin müalicə üsullarından danışılmır bizim mətnimizdə. İdmanın hansı növləri var? İdmandan danışılmır. Bizim mətnimizdə nədən danışılır? Sağlam qidalanmanın insan sağlamlığına hansı təsiri var? Təbii ki, sağlam qidalanma insan orqanizminə müsbət təsir edir. İnsanın yaşamını, həyatını daha yaxşı qurmasına şərait yaradır. Cavab olacaq burada B bəndi. Aşağıdakı cümlələrdən hansı mətndəki əsas hissəyə aid ola bilməz? Uşaqlar, siz mətnin 3 əsas tərkib hissəsi olduğunu bilirsiniz. Yəni mətnin 3 əsas tərkib hissəsi var. Hansıdır? Yazırıq burada. Giriş var, əsas var, bir də nəticə tərkib hissələri var. Məhz bizdən də bunu soruşur ki, əsas hissəyə uyğun olmalıdır. Yəni ki, o aid edilə bilməz deyir. Aydındır mı? Aid edilə bilməz. Yəni mətnin giriş hissəsi mətnin adətən birinci abzasını biz götürürdük. Mətnin nəticə hissəsi mətnin sonuncu abzasını götürürdük. Yerdə qalan hissələr isə əsas hissəyə daxil edilirdi. Gigiyena insan sağlamlığını qorumaq haqqında elmdir. Bu fikir görək harda öz əksini tapıb? Gigiyena insan sağlamlığını, bəlkə təbii yadınızda qalıb bayaq birinci sualımız da bununla bağlı ilə. Gigiyena insan sağlamlığını qorumaq haqqında elmdir fikri mətnin ən əvvəli birinci cümləsi, yəni birinci abzasına daxildir. Demək, birinci abzasına daxildirsə, demək mətnin hansı tərkib hissəsidir? Giriş tərkib hissəsidir. Demək, bizim sualımızın cavabı ilə nə olacaq? Mətnimizdə bizim sualın cavabı 7-ci sualın cavabı da elə məhz olacaq A bəndi. Gigiyena insan sağlamlığı haqqında elmdir. Bu mətnin giriş hissəsindədir. Aydındırmı? Demək, artıq bunlar hamısı mətnin əsas hissəsində öz əksini tapmış olacaq. Ona görə də cavab olacaq burada 7-ci sualda A variantı. Mətndə tünd rənglə verilmiş sözü hansı ifadə ilə əvəz etmək mümkündür? İlk olaraq biz baxmalıyıq ki, mətndə tünd rənglə verilmiş söz hansı sözdür? Onu müəyyənləşdirdikdən sonra mənalarına baxa bilərik. Demək, mətndə tünd rənglə verilmiş söz buradakı müxtəlif sözüdür ki, ümumiyyətlə gündəlik qidalanmada müxtəlif ərzaqlardan, yəni fərqli ərzaqlardan deyir, müxtəlif, fərqli, eyni olmayan, aydındır, eyni olmayan ərzaqlardan istifadə etmək lazımdır ki, bütün tünd rənglə verilmiş söz hansı ifadə əvəz etmək mümkündür? Deyir, eyni ola bilməz, bu səhvdir, bərabər, bu da ola bilməz, səhvdir, bənzər, bu da ola bilməz, səhvdir. Niyə? Çünki deyir ki, əvəz etmək mümkündür. Birdən əvəz etmək mümkün deyil desəydi, bu üçün götürmə olardı. Mümkündürdür. Yəni, müxtəlif sözünün mənası nə deməkdir? Müxtəlif sözünün mənası ilə məhz fərqli deməkdir. Ona görə cavab olacaq 8-ci sualda da A variantı. 9-cu suala baxırıq. Mətndə nədən söhbət getmir? Diqqətlə sualın şərtinə baxmalıyıq. Burada getmir soruşur bizdən. Yəni, gedir demir, getmir deyir, getmir. Yəni, gedir desəydi, biz gedəni götürərik təbii ki. Gigiyena qaydalarının əhəmiyyətindən, bəli, bundan söhbət gedir də, gigiyenada qaydalarına əməl etmək lazımdır, sağlam olmaq lazımdır. Kompüter istifadəsinin insan sağlamlığına təsirindən, bu da deyir ki, kompüterdən istifadə insan sağlamlığına zərər vurur, burada da var. İdmanın fiziki sağlamlığa faydalarından, bəli, bundan da var. Psixoloji xəstəliklərin müalicəsindən, ümumiyyətlə, burada bizim mətndə psixoloji xəstəliklərin müalicəsindən danışılmır. Yəni, cavab olacaq variant 9-da D. Aşağıdakı fikirlərdən hansı mətndəki məzmununa uyğun deyil? Deyir, məzmununa uyğun deyil. Düzgün qidalanma sağlamlığı qorumaq üçün vacibdir. Var, təbii ki, bu var. İdmanla məşğul olmaq yalnız əyləncə məqsədinə xidmət edir. Xeyr, idmanla məşğul olmaq ilk növbədə sağlamlığa xidmət edir. Yəni, sağlam olmaq üçün biz idmanla məşğul oluruq. Yəni, əyləncəyə də xidmət edə bilər, edə bilməz. Onun haqqında məlumat mətndə verilməyib. Kompüter qarşısında uzun müddət orqanizmə zərər verə bilər. Bəli, verə bilər. Bu da var mətndə. Şəxsi gigiyena qaydalarına riayət etmək insan sağlamlığına müsbət təsir göstərir. Əlbəttə ki, bu da müsbət təsir göstərir. Mətndə elə məhz bundan danışılır ki, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır ki, insan bədəni sağlam olsun. Demək, burada mətnin məzmununa uyğun olmayan variant hansıdır? İdmanla məşğul olmaq yalnız əyləncə məqsədinə xidmət edir. Bu, bizim mətnimizə uyğun deyil. Sual 11. Aşağıdakı cümlələrdən hansında çünki bağlayıcısına düzgün şəkildə ifadə olunmamışdır? Çünki bağlayıcı düzgün şəkildə ifadə olunmamışdır. Uşaqlar, bu ümumiyyətlə bu suallar artıq mətnlə bağlı, bir müəyyən qədər dil qaydası ilə əlaqədar olan bir sualdır. Yəni siz bilməlisiniz ki, çünki bağlayıcısı hansı hallarda istifadə olunur.
Ümumiyyətlə çünki bağlayıcından biz müəyyən bir səbəb məzmunu yaradılır. Yəni birinci işdə onun səbəb və nəticə məzmunu özünü göstərəndə biz çünki bağlayıcından istifadə edirik. Və həmçində mətnlə, daha doğrusu bu sual da elə məhz mətnlə bağlıdır və səbəb-nəticə əlaqəsini özünü göstərməlidir. Kompüter qarşısında uzun müddət oturmaq orqanizmin yorulmasına səbəb olur. Çünki oksigen miqdarı azalır. Bunlar tamamilə doğrudur. Yəni səbəb olur. Çünki oksigen miqdarı azalır və nəticədə bu insan orqanizminin yorulmasına səbəb olur. Bu fikir doğru fikirdir. Düzgün ifadə olunmamışdır deyir. İdmanla məşğul olmaq vacibdir. Çünki bu insanın dostlarının sayını artırır. Uşaqlar, sizcə belə bir şey ola bilər? İdmanla məşğul olmaq vacibdir. Burada belə olmalıdır. Çünki sağlamlıq insan üçün əsas şərtlərdən biridir. Məsələn, sağlamlıq insan üçün əsas şərtlərdir. Belə bir fikir olsaydı, bu təbii ki, düz olaraq deyir ki, bu insanın dostlarının sayını artırır. Təbii ki, bu yanlış bir fikirdir. Mətndə də belə bir şey ümumiyyətlə özünü göstərməyib. 12. Hansı sözün mənası səhv göstərilmişdir? Diqqətli olmaq lazımdır. Bizdən səhv göstəriləni soruşur. Yəni, ümumi nə deməkdir? Hamıya aid olan, hər şeyi hamını əhatə edən, bəli, bu doğrudur. Şəxsi, bir şəxsin özünə məxsus olan, bəli, bu da doğrudur. Şəxsi deyirik buna. Məsələn, şəxsi kitabım, yəni mənə məxsus olandır, heç kimin deyil. Məsələn, bizə dərsliklər verilir. Dərsliklər, məsələn, şagirdlərə məktəb tərəfindən verilir. Buna sən şəxsi dərslik deyə bilməzsən. Amma sən gedirsən, məsələn, özün üçün Azərbaycan dilindən bir vəsait alırsan, deyək ki, bunu öz maddi imkanın hesabına, maddiyyatın hesabına, bu sənin şəxsi olur da. Gərginlik nə deməkdir? Gərginlik biraz rahatlıq bu deyil, bunun əksidir rahatlıq. Yəni, bu səhv fikirdir. Gərginlik, yəni biraz psixoloji cəhətdən gərgin olmaq, yəni əhvalı yaxşı olmamaq mənasındadır. Yəni, cavab olur, səhv göstərilir elə 12-də olacaq C variantı. Aşağıdakı yarımbaşlıqları hansı mətndəki 3-cü abzası ifadə edir? Uşaqlar, biz bu suala cavab vermək üçün təbii ki, bilməliyik ki, mətnin 3-cü abzasında nədən danışılır? Demək, qaydırıq mətnin 3-cü abzasına baxırıq, bir dənə nədən danışılır, sonra qaydırıq tez, qısa zamanda. Mətnin 3-cü abzasının hansıdır ümumiyyətlə, onu bilinməlidir. Bu 1-ci abzasdır, bu 2-ci abzasdır, bu isə 3-cü abzasdır və bu buranı əhatə edir 3-cü abzası. Aydındır mı? Baxaq görək mətnin 3-cü abzası nədən danışılır? Uzun müddət kompüter qarşısında oturanda otağın havasında oksigenin miqdarı azalır. Belə şəraitdə uzun zaman qaldıqda isə müəyyən dərəcədə əqli, emosional, görmə funksiyaları dəyişir, yorulma baş verir. Orqanizmin yoluxucu xəstəliklərə qarşı müqaviməti azalır. Bundan əlavə kompüter qarşısında çox düzgün oturmaqda onurğanın qeyri-normal əyriliklərinə təsadüf olunur. Bu da isə daxili orqanın fəaliyyətinə mənfi təsirini göstərir. Uşaqlar, burada kompüterin və insan orqanizmindən mənfi təsirindən danışılır da. Beləliklə, bu abzasda kompüter və insana zərərindən danışılır. Demək ki, bizim mətnimizin başlığı da müəyyən kompüterlə əlaqəli bir olmalıdır. Elə baxırıq ki, A variantda deyir ki, kompüter qarşısında oturmanın təsirləri, bəli, mənfi təsirlərindən bəhs olunur burada. İnsanın gözlərində zəiflik yarana bilər, onurğasında əyrilik yarana bilər, əqli və emosional yorğunluğa səbəb ola bilər. Yəni, həmin abzasda kompüterdən danışıldığı üçün biz də deyə bilərik ki, burada həmin hissəyə başlıq kimi, abzasa başlıq kimi bunu götürə bilərik. 14. Yoluxucu xəstəliklərdən qorunmaq üçün hansı davranışdan qaçmaq lazımdır? Qoruyucu vasitələrdən istifadə etmək, bu doğrudur. Təmiz havada gəzmək, bu da doğrudur 14-cü sualdan. Xəstələrlə bir arada olmaq, təbii ki, bu yanlışdır. İdmanla məşğul olmaq, bu da doğrudur. Kompüter qarşısında oturarkən düzgün oturuş mövqeyi hansıdır? Belə əymək, təbii ki, bu ola bilməz. Onurğanı düz tutmaq, bəli, bu ola bilər. Çiyinləri sallamaq, bu ola bilməz. Çiyinləri sallamaq. Döş qəfəsini batıb saxlamaq, bu da ola bilməz. Cavab 15-də nə oldu? C bəndi oldu. Onurğanı düz tutmaq. İndi elə mən həmin abzasda oxudum da sizə. 3-cü abzasda bu sualın cavabı 3-cü abzasdadır. Aydındır. 3-cü abzasda bu sualın cavabı idi. Bu da elə 13-cü sualda 3-cü abzasla əlaqəli idi. İkinci mətnlə bağlı tapşırıqların izahına baxırıq. Doğru sıralamaq. Uşaqlar, burada bizə hər hansı bir hadisə danışılır. Hadisə danışılırsa belə mətnləri deyirik. Necə mətnlərdir? Bədli mətnlərdir. Mətnin məzmunu ilə tanış olduqdan sonra suallara baxın. Çox gözəl, maraqlı bir mətindir. Hadisələrin ardıcıllığını müəyyən edin. Müəllim 2 fincan çayı qaba tökdü. Görək bu harda baş verdi? Baxaq, bu burada baş verir. Demək, biri bura yazdıq. Müəllim qutudan şüşə qab çıxardı. Şüşə qab çıxartmağı isə mətnin əvvəlində idi. Demək, 2 bura yazdıq, 2-ni. Sonra 3-ə baxıram. Şagirdlərdən biri çayın nə olduğunu soruşdu. Çay nə olduğunu buradadır.
Müəllim qumu qaba tökdü. Qumu isə qaba tökür harda? Baxaq. Demək. Hə. 4-dür. Demək ən birinci burada hansı gəlib uşaqlar? Baxırıq hansı gəldi birinci? Ha, bu 1 idi uşaqlar. Bu 1 idi. Mən bilsər. Müəllim qutdan şüşə qab çıxartdı. Hə, ən birinci hansı gəlib uşaqlar burada? Gördük ki, ən birinci 2 gəlib. Düzdür. Sonra nə gəlib? Sonra 4 gəlib. 4 gəlib. Sonra 1 gəlib. Ən sonda da neçə gəlib? 3 gəlib. Demək ki, cavab nə olacaq? 2, 4, 1, 3. 2, 2, 4, 1, 3 cavab olacaq B bəndi. Sonra mətndə hansı suala cavab yoxdur? 17-yə baxırıq. Kiçik daşlar nəyi bildirirdi? Kiçik daşlar nəyi bildirirdi? Bu var. Deyir ki, maşınınız, eviniz, işinizdir kiçik daşlar. Müəllim qabı ilk nə ilə doldurdu? Təbii ki, tenis topları doldurdu. Bu da var. Müəllim kiçik daşları haradan toplamışdır? Bəli, belə bir şey yoxdur mətndə uşaqlar ümumiyyətlə. Qabı əvvəlcə qumla doldursa nə baş verər? Deyir ki, qabı əvvəlcə qumla doldursaq tenis toplarına yer qalmaz. C bəndi oldu. Burada da variant C. Hansı söz mətnin sonuncu cümləsindəki nöqtələr yerinə uyğun gəlir? Baxıram, bu çox sadə bir suallar yəqin ki. Mən bu sualı gözləyirdim. Həyatınız nə qədər dolu olsa da dostlarınız və sevdiklərinizlə bir fincan çay içməyə, burada baxaq görək. Bəzən, həmişə, arabir, təsadüfən. Təbii ki, burada 18-də nə olacaq cavab? Həmişə olacaq. Çünki həmişə yer var. Mətnin məzmununa uyğun olmayan cümlə neçənci abzasda işlənmişdir? Uşaqlar, mətnin məzmunu ilə uyğun olmayan cümlə. Birinci, mən bunu tapmışdım bayaq əslində. İstədim deyim, mətni oxuyan zaman tapmışdım. Bu birinci abzasdır uşaqlar. Bu ikinci abzasdır. Bu üçüncü abzasdır. Bu dördüncü abzasdır. Bu beşinci abzasdır. Bu altıncı abzasdır. Bu da altıncı abzasdır. Bu isə 7-ci deyək buna. 7-ci abzasdır. Demək, mətnin məzmununa uyğun olmayan cümlə neçənci abzasda işlənmişdir? 19-cu suala baxırıq. Uşaqlar, mətnin məsələn, birbaşa mən cavaba keçirəm də uşaqlar sizə. Deyim ki, yəni vaxt itkisi olmasın. Mətnin 5-ci abzasında, burada belə bir cümlə var. Qum çox faydalı suxurdur. Ümumiyyətlə uşaqlar, bunun bizim mətnimizə heç bir aidiyyəti yoxdur. Yəni qumun faydalı suxur olması haqqında, yəni mətndə heç bir şey yoxdur. Yəni ki, bizim mətnimiz ümumiyyətlə onun haqqında deyil. Qum çox faydalı suxurdur. Bu bir məlumat xarakterli bir cümlədir. Yəni cavab olacaq burada C5. Tünd qara hərflərlə verilmiş sözün izahına uyğundur. Tünd qara hərf ilk olaraq nə edirik? Tünd qara hərflərlə verilmiş sözə baxırıq və bu deyir ki, qum torbasını əlinə aldı. Qum torbasını əlinə aldı deyir. Sonra getdi, hə? Qum torbasını əlinə aldı. Taxtadan kartondan uzadılmış qab deyil. Dağılan şeyləri saxlamaq üçün qab kisə. Bu ola bilər. Dəmirdən hazırlanmış. Bu da deyil. Metaldan hazırlanmış. Bu da deyil. Cavab olacaq nə? Dağılan şeyləri saxlamaq üçün qab kisə mənasındadır da qum torbası. Müəllim qumu qaba tökdü. Nəticədə 21-ci sualda nə baş verdi orada? Nəticədə tenis topları arasında boşluğu doldurdu. Bu tenis toplarının arasındakı boşluqları uşaqlar bu xırda daşlar doldurmuşdu. Kiçik daşların arasında, bəli, budur cavab. Kiçik daşların arasındakı boşluğu. Bəziləri ola bilər deyək ki, tenis toplarının arasındakı boşluğu, tenis topları arasındakı boşluğu daşlar doldurur. Qumların arasındakı boşluqlar isə su, o 2 fincan çay götürür, tökür desə, nə belə bir su, çay, aydındırmı? Qab ağzına qədər tenis topları doldu, çaydan sonra doldur. Bu yəni cavab olacaq burada 20-ci sualda bu bəndi. Hansı hərəkət müəllimə aid deyil? Şagirdlərə maraqlı dərs verir. Təbii ki, bu 22-ci sualın cavabı var. Şagirdlərə maraqlı dərs verir. Şagirdlərin sualını cavablandırır. Bəli, cavablandırır. Sonda şagird ona cavab verir ki, bəs 2 fincan çay nədir? Ona da cavab verir. Şagirdlərin təcrübəni sonda qiymətləndirdi. Xeyr, belə bir şey yoxdur da. Şagirdlərin həyatla bağlı məsləhətlər verir. Bəli, bu da var. Cavab olacaq C variantı burada. Mətndəki əsas fikir nədir? Nədən ibarətdir? Uşaqları sevən həyat desə xeyr.
Böyüyə hörmət vacibdir. Xeyr. Əgər rahatlıq istəyirsənsə, vaxtını hədər yerə itirmə. Dostunu göstər, sənin kim olduğunu göstərin. Bu da xeyr. Yəni burada da bizim mətnimiz əsas əgər rahatlıq istəyirsənsə, burada rahatlıqdan danışılır da bizim mətnimizdə, aydındırmı? Vaxtını hədər yerə itirmə. Yəni burada rahatlıqdan danışılır. Həyatı necə rahat qurmaq olar? Ondan danışılır. Yəni cavab olacaq C variantı. Burada da 24-cü suala baxırıq uşaqlar. Çərçivədəki cümləni davam etdirin. Etdirən cavabı seçin. Vaxtınızı və enerjini xırda şeylərə vaxt sərf etsəniz, xırdalara vaxtını sərf etsəniz nə olacaq? Əsas vacib şeylərə təbii ki, vaxtınız qalmayacaq. Orada mətndə deyir, sən qumlara, kiçik daşlara diqqətini çox ayırsan, əsas şeylər, yəni o tenis toplarına yer qalmayacaq. Ona görə də cavab nə olacaq burada? Vacib şeylərə vaxt qalmayacaq. Yəni cavab olmalıdır 24-də də A variantı. 25-ci suala baxırıq. Bir şeyi işlətmək, xərcləmək mənasında nə? Təmsil etmək təbii ki, ola bilməz. Sərf etmək, bəli, ola bilər. Daxil olmaq, ola bilməz. Diqqət etmək, ola bilməz. Bir şeyi işlətmək, xərcləmək, məsələn, sərf etməkdir. Məsələn, deyirsən ki, mən öz vaxtımı və yaxud da ki, öz pulumdan xərclədim, belə deyək. Yəni, ondan sərf etdim mənasındadır da. Xərcləmək, sərf etmək mənasındadır. Altından xətt çəkilmiş birləşməyə gəlin uşaqlar baxaq ilk olaraq. Yəni 26-cı sualda altından xətt çəkilmiş birləşmə görə hansıdır? Baxaq altından xətt çəkilmiş birləşməyə. Müəllim qəhqəhə çəkdi. Yəni ki, burada gülmək mənasındadır qəhqəhə çəkmək. Təbii ki, nədir müəllim deyir? Müəllim qəhqəhə çəkdi. Nədir? Güldü də təbii ki, olacaq da qışqırmaq ola bilməz, əsəbləşdi ola bilməz, təəccübləndi ola bilməz. Müəllim şagirdlərə nəyi məsləhət gördü? Dostlarına dar gündə kömək etmək. 27-ci sualda təbii ki, burada bunu deyil. Diqqətlərini xoşbəxtlikləri üçün vacib olan şeylərə yönəltməyi. Bəli, bu ola bilər. Çünki xoşbəxtlikləridir. B bəndini götürə bilərik. Peşə seçərkən düzgün seçim etməyi. Xeyr. Ata-analarına daim qayğısına qalmaq. Xeyr. Cavab burada 27-ci sualda B variantıdır. Müəllimə aid xüsusiyyət seçin. Rəhimsizdir, sərtdir, laqeyddir, səmimi ola bilər də. Əgər öz şagirdləri ilə bu şəkildə səmimi bir dialoq, söhbət qurursa, bir söhbət yaradırsa, onlar haqqında onlara nəsə maraqlı bir həyat dərsi verməyə çalışırsa, demək ki, müəllim həqiqətən də səmimidir. 29. Hansı bənd həyatınız nə qədər dolu olsa da, dostlarınız və sevdiklərinizə bir fincan çay içməyə həmişə yer var fikrini sübut edir. Gəlin baxaq. Daşlar sürüşərək tenis toplarının arasındakı boşluqları doldurdu. Deyil. Çünki daşlar sizin həyatınızdakı o xırda şeylərdir. İşiniz, eviniz, maşınınız. Kiçik daşlar daha az əhəmiyyətə malik olan şeylərdir. Bu da onunla əlaqəsi yoxdur. Müəllim qutudan çıxardığı qum torbasını əlinə aldı. Bu da deyil. Çay qumların arasında qalan boşluqları doldurdu. 29-cu sualda təbii ki, nə olacaq burada cavab? D variantı olacaq. Çünki bir fincan çay deyir ki, orada müəllim sonda nə deyir? Deyir ki, həyatınız nə qədər dolu olsa da dostlarınızla həmişə bir fincan çay içməyə vaxtınız var. Ona görə də çay qumların arasında qalan boşluqları da doldurur. Yəni nəticədə həyatı tamlaşdırır, bütövləşdirir. Dostluq həyatda çox vacib olan bir nemət belədirsə insanlara verilib. Həqiqətən də yaxşı dostu olmaq, yaxşı arxası kömək olmaq deməkdir. Burada olacaq D bəndi cavab. Mətnin əsasən hansı fikir yanlışdır? Ailəniz, sağlamlığınız və dostlarınız əsas olan şeylərdir. Təbii ki, mətndə bu var. Ailəniz, sağlamlığınız və dostlarınız əsas olan şeylərdir. İşiniz, eviniz, maşınınız daha əzəmiyyət. Bəli, deyək ki, kiçik daşlardır. Bunlar tenis topuydu, səhv tenis topuydu. Bunlar xırda kiçik daşlar idi. Aydındırmı? Daha əzəmiyyətli olan şeylərdir. Qaba tökülən qum həyatınızdakı mühüm şeylərdir. O mühüm şeylər bunlardır uşaqlar. Aydındırmı? Yəni qaba töküləndir ki, vacib olanlardır, amma mühüm deyil də. Yəni onlar da əhəmiyyətlidir, amma o qədər də mühüm deyildir siz üçün. O qum deyir ki, yəni o qum dənələri olmasa da olar. Aydındırmı? Qum kiçik daşların arasındakı boşluqları doldurdu. Bəli, bu da doğru fikirdir. Yəni 30-cu sualda da nə olacaq? Cavab olacaq C variantı. Beləliklə izahımız bitdi uşaqlar. Fikirlərinizi, suallarınızı rəy bölməsində qeyd edə bilərsiniz. Sağ olun.